Səhər saat 6 biz artıq Kəpəz dağının ətəyinə çatmışıq. Sizə uğurlar olsun. Çox sağ olun, görüşərik. Siz burada gözləyirsiniz də məni? Bəli, bəli. İndi isə mənim macəram piyada davam edir. Buralarda qəfil hava dəyişə bilər. Çünki dağlarda hava anidən günəşli hava, dumanlı hava ilə əvəz oluna bilir. Həm Maral gölü, həm Göy gölü, eyni zamanda da Kəpəz zirvəsini müşahidə edə bilərik. Kəpəz dağının tariximizdəki ən böyük missiyalarından biri də məşhur göllərimizi yaratmasıdır. Dağda yürüyüş zamanı ayaq basılan yerə diqqət eləmək lazımdır. Həm ayağı sağlam şəkildə yerə basmaq lazımdır, həm də diqqət eləmək lazımdır. Bel çantası alarkən nələrə diqqət eləməliyik o haqda məlumat verəcəm. Mən Ümid Süleymanov. Mənim macəram layihəsində Azərbaycanın müxtəlif güşələrinə səyahət edir, ölkəmizin füsunkar təbiətini kəşf edirəm. Mənim macəram layihəsinin əsas məqsədi insanlarda ekologiya olan marağı artırmaq, sağlam həyat tərzini təşviq etmək və Azərbaycanın füsunkar təbiətinə olan marağı artırmaqdır. Eyni zamanda dağçılıq, alpinizm, ekstremal idman növləri və təbiət yürüyüşləri kimi sağlam fəaliyyət növlərinin təbliğ etməkdir. Bu layihədə çətin şəraitdə sağ-salamat qalmağın yollarını və düzgün texniki qaydalarını tamaşaçılarla bölüşürük. Əgər zirvə yürüyüşü etməyi planlaşdırırsınızsa, mütləq yürüyüş çubuğu ilə gəlin. Bu kimi yerlərə, dağ yürüyüşlərində yürüyüş çubuğu sizin ən yaxın dostunuzdur. Bu olmadan bura çıxmağın bir mənası da yoxdur. Çünki dizlər daha çox yük altında olur və bu sağlamlığa ciddi fəsadlar yarada bilər. Ona görə də bu kimi yürüyüşlərdə mütləq yürüyüş çubuqlarından istifadə etmək lazımdır. Çünki qalxarkən təbii ki, yüz yuxarı qalxacaqsınız. Bunlar olmadan qalxırsınızsa, bədən daha çox gücə düşür. Dizlər, bel, eyni zamanda bütün əzələlər yük altında olur. İndi çoxu deyir, mənə yürüyüş çubuğuna ehtiyac yoxdur, mən elə bu cürlə qalxacam. Təbii ki, bu yanlış fikirdir. Yaxşı bir peşəkara yaraşan bir fikir də deyil. Ona görə də tövsiyə olunur ki, dağ yürüyüşlərində mütləq yürüyüş çubuqlarından istifadə edəsiniz. Bu sizin düzgün addımlamağınızı, eyni zamanda sizin dizlərinizə düşən yükü azaldacaq və yolu daha rahat qət etmiş olacaqsınız. Məsələn, hiking yürüyüşləri zamanı ola bilər ki, hansısa təbiət qoynunda yürüyüş edirsiniz, yürüyüş çubuğu götürməmisiniz, amma mən bunu ötən buraxışlarda da qeyd eləmişəm, əyani şəkildə də göstərmişəm ki, tapa biləcəyiniz odun parçalarından, ağac parçalarından özünüzə yürüyüş çubuqları düzəldə bilərsiniz. Amma burada elə bir şərait yoxdur. Çünki baxın, ətraf yamyaşıl, qayalıqlardan və dağlardan ibarətdir. Yəni, burada gəlib hər hansısa bir ağac parçası axtarmaq bu məntiqi fikir deyil. Ona görə də biz dağ yürüyüşləri zamanı mütləq yürüyüş çubuqlarından istifadə etməliyik. Kəpəz zirvəsi Kiçik Qafqaz dağlarında, Murovdağ silsiləsinin şimal yamacında, Ağ çayının mənbəyində və dəniz səviyyəsindən 3066 metr yüksəklikdə yerləşir. Kəpəz zirvə yürüyüşü ilə bağlı vacib məlumatları diqqətinizə çatdırmaq istəyirəm. Əgər siz də Kəpəz zirvəsinə yürüyüş eləmək istəyirsinizsə, birinci növbədə Göygöl rayonuna gəlməlisiniz və həmin məkandan Kəpəz dağının ətəklərinə qədər yolsuzluq avtomobili ilə gələ bilərsiniz. Yol
hardasa 2-3 saat çəkə bilər. Əgər yağıntılıdsa, müəyyən çətinliklər yarana bilər, vaxt daha çox gedə bilər və həmin marşrut ekstremal hesab olunur. Və yolsuzluq avtomobili ilə Kəpəz dağının ətəyinə gəlirsiniz. Həmin yer dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir. Daha sonra isə oradan yola piyada davam edirsiniz. Və 720 metr yoxuş, 720 metr enişdir. Ümumi marşrut 7-8 kilometr çəkir. Zirvə yürüşünün dərəcəsi orta çətin hesab edilir və bura xüsusi geyimlə gəlməniz daha məqsədə uyğundur. Eyni zamanda idman geyimlə də gələ bilərsiniz, amma nəzər alın ki, hava dəyişsə, yağıntı olsa bu problem yarada bilər. Ona görə də gələrkən hava proqnozunu diqqətdə saxlayın. Çünki dağlarda da anidən hava dəyişə bilər. Eyni zamanda hal-hazırda da Kəpəz dağının bütün hər bir tərəfi buludla örtülüdür. Baxmayaraq ki, hava istidir, günəşlidir, amma anidən hava dəyişə bilir. Ona görə də bu məqamlara diqqət yetirmək lazımdır. Digər vacib ləvazimatları da diqqətinizə çatdırmaq istəyirəm. Bu yürüş üçün ən azı 15-20 litrlik bel çantası götürməyiniz vacibdir. Daha sonra isə isti havalarda gəlirsinizsə gün kremi, gün eynəyi, dəyişik qısa qol paltar və mayka götürməyiniz vacibdir. Kəpəz zirvəsi yürüşü zamanı bir qrup həvəskar dağçılarla rastlaşdıq. Onlar da bugün Kəpəz zirvəsini artıq fəth edib geri qayıdırlar. İndi isə növbə bizdədir. Qrupun əksəriyyəti xanımlardan ibarətdir. Havada yavaş-yavaş buludların sayı artır. Baxın, yerdən necə qalxır yuxarı. Orada artıq toparlanıb. Bu o deməkdir ki, bir qədər sonra artıq buralarda yağış yağmağa başlayacaq. Ona görə də biz mümkün qədər zirvə yürüşünü tez tamamlayıb geri dönməliyik. Çünki belə yerlərdə yağışın yağmağı çox çətin olur. Üstəgəl dumanlı hava ilə düşmək daha risklidir. Buradan isə zirvə görsənir. Bax, oradadır. Təxmini bir 400-500 metr məsafəmiz qalıb. Gedək. İyun ayı olmağına baxmayaraq, zirvənin bəzi yerlərində qar hələ də qalır. Bura gələrkən ayaqqabı seçiminə də diqqət eləyin. Ümumiyyətlə, dağlara gələrkən geyim məsələsi çox ciddi rol oynayır. Sıradan bir ayaqqabına, geyimlə gəlmək məsləhət görülmür. Eyni zamanda mən, məsələn, zirvə yürüşləri zamanı suyu necə içə bilərik, bu haqqda məlumat vermək istirdim sizə. Bir dəfəyə çox içmək olmaz. 15-20 dəqiqədən bir, 1-2 qurtum vurmaq olar. Yəni, az-az hissəli formada zirvəyə qədər çalışın suyunuzu elə için ki, çatdıra biləsiniz. Çünki içib tez qutarsaz, susuz qalacaqsınız. Yenidən susuyanda burada su tapmaq çətinliyi yarana bilər. Eyni zamanda, məsələn, bax, belə bu cür su qablar var. Birbaşa çantanın altına yerləşdirilir və artıq heç əziyyət çəkmədən gedə-gedə də bu sudan içə bilərsiniz. Baxın. Zirvə yürüşlərində praktik bir vasitədir. Yəni, ideal bir vasitədir. Eyni zamanda mən termos da götürürəm. Məsələn, isti suyunuzu da götürə bilərsiniz. Hər dəqiqə, məsələn, buradan su götürmək isə çətinlik yaradırsa, eyni zamanda belə bu formada bu gedir, çantamın altına yerləşdirilir. Oradan belə boru vasitəsilə buraya qədər gəlir, çıxır və siz bunu belə əziyyət çəkmədən, kiməsə su qabımı ver demədən rahatlıqla istifadə edə bilərsiniz. Belə. Bir digər məqam da onların materialıdır. Məsələn, polyester olanda cırılmağa və genişlənməyə qarşı olur. Yəni, polyester materialı olanda artıq çantaya əlavə bir yük yerləşdirən zaman onda genişlənmə olmur. Amma digər materiallarda olarkən bu kimi hallar daha çox olur. Çantaya biraz əlavə yük yerləşdirən kimi o başlayır genişlənməyə və parçalar yerindən olur, daha çox cırılır və sıradan çıxır. Və
su keçirməz olması da üstünlükdür. Əgər su keçirməz deyilsə, bu da problem deyil. Adi belə su keçirməz parçalar olur ki, ala bilərsiniz. Çox rahatdır. Birbaşa çantanıza belə formada keçirirsiniz. Hər litrə uyğun belə avadanlıqlar alıb yerləşdirə bilərsiniz. Və salam, məsələn, çantana su keçirməz deyilsə, belə bir önlüklə onu üstünü örtə bilərsiniz və bu cürdə istifadə eləmək olar. Mən sizə bugünkü buraxılışda bel çantasını alarkən, bel çantası seçərkən nələrə diqqət eləmək lazımdır, o haqda məlumat verdim. Əgər Kəpəz zirvəsinə ilk dəfədir gedirsinizsə və yoldaşlarınız da ilk dəfədir bura gedirsə, geriyə qayıdarkən azmaq təhlükəsi yarana bilər. Ümumiyyətlə, gedərkən də bu risklər yarana bilər. Çünki heç bir işarə yoxdur geriyə qayıdarkən. Məsələn, orada bir neçə dənə enişli yol var. Kəpəz zirvəsindən qayıdarkən sağa dönərək siz həmin o zığırı tapmalısınız və geriyə qayıtmalısınız. Əgər burada çətinlik çəkirsinizsə, bu mənim də başıma gəldi. İstəyirəm sizinlə bölüşüm. Əgər sizin də belə bir halla rastlaşarsınızsa, nəyə diqqət eləməlisiniz? Birinci döngə yox. Məsələn, ora gələcəksiniz, görəcəksiniz ki, orada çoxlu sərt qayalıqlara rast gələcəksiniz. O deyil. Orada hardasa bir 4 dənə sağa enişli yol var. Birinci döngə yox, ikinci döngə yox, üçüncüdən dönə bilərsiniz. Orada hətta 4-cü döngə də var. Yaxşı olar ki, yerə baxasınız, zığırlar harda varsa orandan gedəsiniz. Əgər belə bir halda birinci döngədən dönsəz və ya səhv bir yolla getsəz və bunu yarı yolda səhv getdiyinizi öyrənsəz, bu çox çətin olacaq. Çünki enerji sərfiyyatı məsələsi var burada. Yenidən həmin yoxuşlarla geriyə qayıtmaq lazımdır və belə məqamlarda ilk növbədə həyəcanlanmamalısınız, təşvişə düşməməlisiniz. Çünki anidən yaranan bu panik hərəkətlər, panik qorxu sizin üçün daha təhlükəli ola bilər. Sizi daha çox yoracaq, çünki həyəcanlanan an siz ümumiyyətlə yoxuşu qalxmaqda çətinlik çəkəcəksiniz. Ona görə də əvvəlcədən həmin o enişə düşməmişdən qabaq yola mütləq baxın. Əminsinizsə düşün və cığırı ən azı bir 100-200 metrini görə bilirsinizsə, o yolla davam eləyin. Ona görə də birinci yox, ikinci də yox, üçüncüdən düşə bilərsiniz. Amma düşməmişdən də qabaq mütləq baxın. Və bundan əlavə bu kimi yürüşlər zamanı mütləq özünüzlə telefonla müəyyən bir hərəkətlərdən sonra həmin ərazinin şəklini çəkin. Həm önünüzün, həm arxanızın. Çünki bu sonra sizə lazım ola bilər. Və yaxud telefonla video da çəkə bilərsiniz. Materialdır. Əgər yolu azsanız, yolu itirsəniz, həmin telefonda çəkdiyiniz şəkillərlə, videolarla həmin olduğunuz yeri tutuşdura bilərsiniz. Kəpəz zirvəsi yürüyüşü zamanı şəbəkə yoxdur. Yəni siz belə bir məqamda kimisə zəng eləyərək çağırmağınız da belə bir məqamda telefonla əlaqə saxlamağınız da artıq mümkün deyil. Və bu kimi zirvə yürüşlərində mütləq getdiyiniz istiqamətdə sağa, sola, hər bir yerə baxın. Çünki geriyə qayıdarkən deyə bilərsiniz ki, mən ümumiyyətlə buradan qalxmamışam, mən bu yoldan istifadə eləməmişəm. Ona görə də siz gedərkən heç kimi arxayın olmayın, özünüz baxın. Getdiniz, bir çönün arxaya baxın, görün, siz hardan gəlmişsiniz. Ümumiyyətlə, geriyə baxarkən yol necə görünür? Yaddaşınıza saxlamaq üçün. İrəliyə baxın, sola baxın, sağa baxın, qayalığa baxın, dağa baxın. Elə bir məqamlar ola bilər ki, bir adi, məsələn, tutaq ki, kimsə ora salfet atıb, siz onu gələrkən görmüsünüz. Qayıdarkən o salfet orada görsəz, artıq əmin olacaqsınız ki, bəli, siz düz gəlirsiniz. Çalışıram
bu məlumatları sizinlə bölüşüm ki, əgər belə bir hal baş versə, bu bilgilərdən mütləq istifadə edin. Artıq bir neçə addım qalıb Kəpəz zirvəsinə çatmağa. Gözəl hisslərdir, möhtəşəm hisslərdir. Və beləliklə gəldik, çatdıq Kəpəz zirvəsinə. 3066 metr hündürlükdə yerləşir dəniz səviyyəsindən. Oy, gözəl mənzərə var burada. Ehtiyatlı olmaq lazımdır. Mənzərəyə baxın, necə də gözəl görsənir. Artıq buludlar da gəlib, yağış gözlənilir. Amma bu möhtəşəm mənzərəni seyr etməyin ayrı bir zövqü var, ayrı bir ləzzəti var. Bu gözəlliyi görəndən sonra başa düşürsən ki, həqiqətən də bu əziyyəti çəkməyə dəyərdir. Neçə saatdır biz yol gəlirik. Hardasa 4 saatdan çox müddətə gəldik, çatdıq. Çünki çəkilişlə birlikdə hardasa demək olar elə 5 saat elədi. Adi bir vəziyyətdə isə hardasa 3 saata gəlmək olar düşünürəm ki. Çünki çəkiliş elə bir şeydir ki, vaxt aparır və ona görə də bizim 3 saatlıq yolu 5 saata gəlməyimiz normal bir haldır. Və zirvəyə çatandan sonra daha da xoşbəxtlik hormonu ifraz olunur. İnsan özünü daha çox xoşbəxt edir. Özündən qürur duymaya başlayır ki, bəli, mən bugün Kəpəz zirvəsini fəth etdim. Arzusunda olanlara da ümid edirəm, gələrlər, Kəpəz zirvəsini fəth edərlər. Buradan möhtəşəm mənzərəli görüntülər var. Buludlar imkan vermir, amma burada Maral Gölü, Göygölü izləmək mümkündür. Baxmayaraq ki, hava şəraiti çənli dumandır, ara sıra da dolu yağır. Çox çətinlik bir hava şəraiti keçdi. Buna baxmayaraq ki, biz ümid edirik ki, Ümid qardaşımız gəlib bu çətinlik yolları, bu havalarda gəlib çıxacaqdır. Kəpəz dağına aid Azərbaycan ədəbiyyatında şeirlər də həsr olunub. Onlardan biri xalq şairi Səməd Vurğunun Azərbaycan poemasında yer alır. Bu misralar belədir. Min qazaqdan köhlən ata, yalmanına yata-yata. At qan tərə bata-bata, göy yaylaqlar belinə qalx, Kəpəz dağdan Göygölə bax. Təəssüf ki, bugün duman imkan vermədi, biz Kəpəz dağdan Göygölə baxa bilmədik. Amma yenə də buranın möhtəşəmliyi, gözəlliyi insanı valeh eləyir.
Bayaq günəşli havada çıxmışdıq, artıq dumanlı hava ilə rastlaşmışıq. Ona görə də dağlarla zarafat eləmək olmaz. Burada hər bir hava şəraitinə hazır olmaq lazımdır. Tez bir zamanda gedib geriyə qayıtmaq lazımdır. Bizi yolda doluya da düşdük, yağış da yağdı, dumanlı havaya da düşdük. İndi hal-hazırda dumanlı havadır. Amma buna baxmayaraq cığırı izləyərək artıq cığırdan da çıxmışıq. Biraz çətin oldu yolu tapmaq. Ümid edirəm ki, mən icra nümayəndəsini və bələdçini tapacağam. Hey! Hoş geldin kardeş. Bugün Kəpəz zirvəsini fəth etdik. Amma əsl zirvə isə heç bir zaman fəth oluna bilməz. Bugünkü macəramız burada bitir. Amma təbiətin verdiyi enerji bizimlə qalır. Çünki bilirik, təbiətə nə qədər yaxın olsaq, bir o qədər sağlam qalarıq. Növbəti macəralarda görüşmək ümidi ilə.